Salam dostlar, salam. Sizi Şevçenko Üniversitetinden salamlayıram. Kiyev Milli Taraz Grigoriy Şevçenko Üniversiteti'nin kırmızı korpusundan ve orada da bizim İslam Maksimoviç. Ben de burada okumuşam yazılı. Görürsünüz. İslam Maksimoviç burada okuyuyor ve biz de onun yanında olmuşuz. Elbette ki uzun illerden sonra. 70'inci illerde okumuştu. Gördünüz. Davet edilipler aspirantura şöbesine gelip bir de söhbətimiz var. Görürsünüz necə gözəl universitet. Burada. Demək, bu əsas korpusdur. Şevçenko da burada oxuyub. Hamısı alimler, dünya şöhrətli alimler hamısı buradadır. Üzbəyiz cənab rektorun kabineti də var. Biz onlarla bugün görüşmürük, bu günlərdə görüşəcək. Bu bizim Şevçenko Üniversiteti. Davet edilipler felsefe fakültesinin aspirantlar şöbesinde. Burada müəyyən məsələlər var. Gördüğünüz üniversiteti. İstəyirəm üniversitetin keçmiş məzunları var. Dünyanın hər yerində yaşayırlar. Bizim Azərbaycanlılar bilirsiniz bu üniversiteti. Çox oxuyublar. Yusuf Bəy, Yusuf Vəzir Çəmən Zəmənli də burada oxuyanda bu dəhlizlərdə gəzib, sonra da Ukraynanın bütövlük günü yanvarın 22'si Safiye meydanında çıxış edib. Göstərirəm Fəlsəfə Fakültəsi. Arkeoloji üzrə burada elmi işler yazanlar var, onların işleriyle bağlı. Recenziya lazımdır, mənim başım çıxır. Bu da Şevçenko'nun 4. mərtəbəsi. İstediğim dostlarımız, bizim zamanında burada okuyanlar. Talebe parlamenti. Auditoriyalar. Neyse bir sözden oldu dostlar. Aspirantura şubesi. Oldu. Sağ olun.